Salam, ola bilər ki, sizə lap təzəlikcə belə bir diaqnozlardan biri qoyulub. Nevroz, OKP, panik ataklar, təşviş pozuntusu fərqi yoxdur. Əsas olan odur ki, yəni mən burada video çəkirəm bir psixoloq kimi. Bu pozuntular da sırf insanın psixoloji durumu ilə bağlı. Əsasən vurğuladığım bugün o olacaq ki, bir çox şeylər nəticədə bizim seçimimizlə bağlı olur. Və buradakı seçimlər isə nədən ibarət olacaq? Özünüzü təşvişə salmaqdansa, təşvişli düşüncələrə girib və oradan çıxa bilməməkdənsə, burada dəstək, yəni bizim seçimimiz təşviş, panik ataklar olan insan, hər hansı bir insan, bu yəni bu diaqnozlardan hansı qoyulubsa fərqi yoxdur. Seçiminizi ondan yana etmək ki, mən daxildə özümü mütləq ki, dəstəkləyici bir şeylər deməliyəm. Dəstəkləyici sözlərə, ifadələri çoxaltmaq. Yəni təşvişli insanın böyük mənfi tərəflərindən biri odur ki, əgər bu nevrotik şəxsiyyətdirsə, daim özünü günahlandırmaq, daim özünü danlamaq, özü ilə bağlı bir utanc hissi özü belə insanı təşvişə salır. Günahkarlıq hissi, özünüzü günahlandıraraq, bax günahlandırırsan düşüncəndə özünü, ay mən keçmişdə niyə belə elədim, niyə bu səhvi buraxdım, kaş eləməzdim, nədən elədim, ay adam var özünü başlayır qarğış etməyə ki, mənim nə bilim dilim quruyaydı, mən bunu deməzdim, ayaqlarım sınaydı, ora getməzdim. Yəni ki, bir çox şeylər onları deyə insan neynir? Təşvişini, qorxusunu, narahatçılığını, ay Allah'a mən necə cavab verəcəm, ay mən müsəlman deyiləm, ay mən yaxşı evlad deyiləm, yaxşı yoldaş deyiləm, yaxşı ana deyiləm, yaxşı ata deyiləm. Yəni ki, utandırmaq, günahlandırmaq daim özünü, bu insanı, əlbəttə ki, biz necə, yenə də nə deyirəm, seçim etmək nədən yana? Günahlandırmamaqdan yana, seçim etmək utandırmamaqdan yana, seçim etmək özünü anlamaqdan yana, özünə dəstək verməkdən yana. Yəni bunu etmək, siz necə, bu bir günün içində insan dəyişmir. İnsan bir günün içində, 5 günün içində 2 seansla, 3 seansla, onsuz da bu tamamən bir dəfəlik getsin elə olmur. Yəni özünüz öz üzərində çalışmaq istəyirsinizsə, bunu edə bilərsiniz, bundan qurtula bilərsiniz. Sadəcə burada davamiyyət lazımdır. Davamiyyət və inanmaq ki, bu mən, yəni burada şəxsiyyətin, burada sizin identikliyinizin transformasiyası baş verəcək əslində. Yəni insanda öz dəyər bir ömür aşağıdır idisə, qalxacaqsa normal səviyyə, insanda öz güvən daim aşağı idisə, günahlandırmaqla bağlı, utandırmaqla bağlı qalxacaqsa, normal səviyyə, normal olacaqsa, bu demək ki, nə baş verir? İnsanın şəxsiyyətinin strukturu dəyişir. Siz demək olar ki, başqa bir şəxsiyyət burada formalaşır. Daha möhkəm, daha dayanıqlı, daha özgüvənli, daha öz dəyəri normal olan. Yəni seçiminizi bir dənə ondan yana etsəniz ki, mən daim düşüncələrimi özümü günahlandırmaq, utandırmaq ya başqalarını aşırı günahlandırmaq, nədən elə elədi, nədən belə elədi, niyə məni aldatdı, niyə xəyanət elədi, niyə bir başqasını seçdi və yaxud niyə mənim hansısa malımın dalına keçdi, niyə, burada niyələr çoxdur. Niyə kimisə mən, niyə filan həkim əməliyyatı düz etmədi, o əməliyyat nəticəsində nə bilim kimsə invalid qaldı, hansısa yaxınınız, kimsə belə deyim də, kimsə ola bilər dünyasını dəyişdi. Yəni bir çox şeylər ola bilər də olsun ki, ya kimlərisə günahlandırırsınız, eyni anda həm həkimi günahlandırırsınız, həm özünüzü günahlandırırsınız, gəli o həkimə aparmazdım, o həkim bu səhvi buraxdı, onu elədi, bunu elədi. Yəni bunların içində qaldıqca insan və yaxud tutalım, ola bilər ki, nə iləsə bağlı günahlandırırsınız özünüzü, utandırırsınız, günahlandırırsınız özünüzü bir başqalarını. Və ola da bilər ki, sadəcə belə bir insanlar içində yaşayırsınız ki, onların hissləri sizin üçün daha önəmlidir, nəinki sizin.
Yəni siz onun başqalarının istədiyi kimi davranırsınız ki, o insanın qanı qaralmasın. Ay o insan sonra özünü günahkar hesab etməsin, özünü günahlandırar. İnsan var ki, təşvişinin səbəbi baxsan odur ki, başqalarının hisslərini daha önəmsəyir nəinki öz hisslərini. Yəni ki, özünə deyir, eybi yox, heç nə olmaz, mən dözərəm, mən qatlanaram, mən göz yumaram, mən malalayaram, mən görməzdən gələrəm, mən razılaşaram, uyğunlaşaram, bir çox şeylər edərəm. Mən özüm üçün az eləyərəm, onun üçün və yaxud onlar üçün daha çox eləyərəm. Yəni bu ömür boyu belə olursa, yəni bu özü artıq xroniki stressdir. Nədir? Çünki sən özünə yox deyirsən. Hər zaman bir çox şeylərlə bağlı yox deyirsən özünə. Tələbatlarına da sənin özünün təməl tələbatların var. Sənin özünün bir çox tələbatların var və onlara yox dedikcə sən əlbəttə ki, sənin psixika nə istəyir? İnsanın psixoloji durumda, insanın ruhunun istədiyi nədir? Azad olsun. Azad, sərbəst olsun. Sən əgər hər zaman başqalarına özünə yox dedikcə, sən o ruhunu, o psixikanı daim qəfəsdə tutursan, bağlısan, həbə əlini qolunu bağlamısan, sıxmısan, ağzını skoçla bağlamısan, sərmisən. Yəni ki, bu da gətirir, çıxarır. OKP-yə də gətirib çıxara bilər, təşviş pozuntusuna da gətirib çıxara bilər, nevroza da gətirib çıxara bilər. Aldığın pozuntular sənə onu göstərir ki, mütləq ki, yəni bəsdir, artıq dur, artıq dayan, artıq yetər. Biz dözmürük. Psixika da deyir sənə, mən dözmürəm, bədənin də deyir, mən dözmürəm, bəsdir, dəyişdir bir şeyləri. Əslində onlar sənə fəryad edirlər. Bu panik atakdır, təşviş pozuntusu, OKP falan. Bunlar sənə həyatına gəlməklə sənə böyük bir yaxşılıq etmiş olurlar. İstəyirlər səni çünki həyatını dəyişdirəsən. Sənin üçün yəni qışqır bağır salıblar da. Sənə imkan vermirlər. Deyirlər bəsdir, dur, dayan, özünlə. Bir gör nələr edirsən, bir bəsdir də bu, nə qədər bu cür yaşayacaqsan, nə qədər bu cür düşünəcəksən, nə qədər bu cür özünə haqsızlıq edəcəksən, nə qədər bu cür bu ssenarilərin içindən çıxmayacaqsan. Yəni onların həyatınıza gəlməyi sizin üçün əslində çox gözəl bir şeydir. Sizin ehtiyacınız var idi ki, bunlar yarandı. Çünki siz özünüzə qarşı bir çox haqsızlıqlar edirdiniz. Və dərmandır, nə bilim, ancaq dərman içim, ancaq nə bilim, bəzən hərdən meditasiya edim, ancaq yürüyüş eləyim, tutalım. Yox. Onlar sizə ümumi olaraq, onlar sizin, necə deyim sizə, məlhəmlərinizdən biridir. Onlar sizə bu yolda dəstək olacaq alətlərdən biridir. Sizə dəstək olacaq metodlardan biridir. Yürüyüş olsun, meditasiya olsun, nəfəs məşqi olsun. Bu da sizə kömək edəcək. Bunlar da sizə yardım edəcək. Amma ən çox yardım edən o olacaq ki, siz düzgün seçim aparasınız daxildə özünüzə dediyiniz sözlərlə. Daxildə nələr deyirsiniz. Amma bir ömür boyu ən çox sizin yanınızda olan, sizin həyatınızda olan ən çox siz özünüzsünüz. Ona görə də ən çox edə biləcək kimdir sizin üçün? Yaxşı bir şeydir, pis bir şeydir, yenə də sizsiz. Yenə də biz özümüzük. Yəni, bütün günümü mən özümlə bir yerdəyəm də, hər zaman. Görün mən özüm üçün nələr eləyə bilərəm, nə qədər gözəl bir şeylər eləyə bilərəm. Və tam əksi də nə qədər özümü, yəni quyunun tam dibinə də ata bilərəm özümü. Düşüncələr hər şeyə qadirdir. Düşüncələrlə özünüzü, düşüncələri
siz seçim edərək mən burada başqa artıq yöndə başlayım düşünməyə. Mən artıq burada daha özümü dəstəkləyən, daha insanları burada az ittiham eləyən, ya bu insanlar ya daha çox başqalarını ittiham eləyəcək, ya özünü ittiham eləyəcək, ya həm onları, ya həm də özünü. Yəni bunları azaltmaq, bunları siz necə anlayışla özünüzə yanaşmaq. Situasiya hər nədirsə özünüzə anlayışla yanaşın. Xroniki stres varsa, toksik bir insanlar içindəsinizsə, burada o insanlarla münasibəti belə 180 dərəcədə dəyişdirmək. Onların artıq manipulyasiyaları sizin üçün daha işləməməlidir. Onlar sizdən istifadə daha etməməlidirlər. Yəni sağlam şəkildə siz onlar üçün nə qədərsə, onlar da sizin üçün o qədər. Onlar etmirsə, siz də etmirsiniz. Səni yeyib bitirən, səni çox ağır, stresli bir işdirsə, nə bilim, həftənin 7 günü işləyirsənsə, sən artıq 3 ildir belə işləyirsənsə, hər gün, neçə ildir belə işləyirsənsə, niyə də sən paralel bir başqa iş tapmış olsan, həftənin 5 gün, qoy sənin biraz qazancın az olsun. Amma sən psixoloji olaraq daha sağlam, daha möhkəm, daha uzun yaşayarsan, sən həyatdan daha çox həzz alarsan, sən əzizlərinə daha çox, özünə daha çox vaxt ayırarsan, həm bəlkə öz inkişafına daha çox vaxt ayırarsan. Diqqətimizi çəkən şeylərin arasından seçirik. Bax, məsələn, bəsit bir nümunə götürsəm, tutalım siz dükana gedirsiniz və müxtəlif tutalım yağlar satılır. Siz konkret olaraq hansısa yağı seçib alırsınız. Müxtəlif soklar satılır, tutalım şampunlardır və siz onların arasından hansınısa seçib alırsınız, düzdürmü? Yəni nəyi seçirsiniz çox zaman? Sizin üçün maksimum daha faydalı olanını çalışırıq, daha faydalısını seçək, alaq, əldə edək. Və bu pozuntularla üzləşən insan, hansı ki bu pozuntulardan hansı birinisə hal-hazırda yaşayır, hal-hazırda bu diaqnoz qoyulub, mütləq ki, burada daxildə təşviş yüksəkdir. Yüksək təşvişin də nəticəsi, düzdür, kökündə bir çox şeylər dura bilər. Bir çox səbəblər ola bilər. Düzdür, psixotravma ola bilər, xroniki stres ola bilər. Xroniki stres də bir çox şeylərlə bağlı ola bilər. Professional həyatı ilə insanın ailə həyatı ilə ola bilər, bağlı olsun. Ola bilər, psixotravma da həmçinin müxtəlif səbəblərdən dolayı ola bilər. Tutalım, nə vaxtsa insan çox ağır qəza keçirib, çox çətin, ya ölümlə üzbəüz qalıb, düzdürmü? Və yaxud çox ağır bir əməliyyat keçirib, o da ona müəyyən bir psixotravma yaşadıb və yaxud elə bir xəbər eşidib ki, yəni o xəbərdən sonra heç cür özünü toparlaya bilməyib. Yəni səbəblər düzdür müxtəlif ola bilər. Xroniki stres ümumiyyətlə illərlə çox toksik bir ailə içində yaşayırsınızsa, destruktiv, disfunksional bir ailə içindəsinizsə, onda da təbii olaraq orada daimi stres var deyə, xroniki stres və bu hansı pozuntulardan yaranması çox belə təbiidir deyək ki. Düzdür, indi yenə qayıdım nəyə? Baxın, dediyim kimi biz özümüz üçün çalışırıq hər zaman həyatda faydalı nədirsə onu da seçək. Və təşvişli insan, mən burada şübhə də etmirəm ki, bu insanın ağlının içində şuurlu şəkildə də, bəzən şuurlu şəkildə, bəzən şuursuzcasına bütün vaxtı negativ, bütün vaxtı da demək olar ki, negativ düşüncələrin içindədir gecə gündüz. Negativ düşüncələr içindədir. Yəni ki, ilk öncə bizə yardım edən odur ki, biz o düşüncələrin içində belə bir təmizlik aparmağa başlayaq. Necə? Ev eşiyi uzun müddət, maşın sürən insan, kişilər tutalım. Siz maşınınızı uzun müddət heç əl gezdirmirsinizsə, tutalım da təmizlətdirmirsinizsə, yuduzdurmursunuzsa, yəni nə vəziyyətə qalır? Düzdürmü?
Bu sizə problemlər yaşadacaq da, müxtəlif. Qadınlar da həmçinin evlərini istər-istəməz sən vaxtaşırı təmizləyirsən. Sən ən azından komfortu təmin edir. Psixoloji olaraq bizim üçün komfortlu baxanda hər yer təmizdir, gözəldir, özünü rahat hiss edirsən. Hələ o infeksiyalı virusları zada onları qoyaq bir tərəfə. O heç, o bir başqa. Düzdürmü? Yəni göz oxşayır heç ol. Ən azından göz oxşayır. Geri qalan şeyləri heç sadalamıram. Nə qədər müsbət tərəfləri var. Düzdürmü? Səliqə, səhman, təmizlik və həmçinin də düşüncələrinizdə. Baxın, düşüncələrinizdə hələ belə deyək də, kobud da çıxsa bir zibilliyə çevrilib. Yəni hər şey nə varsa çoxsu tullantıdır orada. Bildiniz necə? Yəni o tullantıların, düzdür, o tullantıların içində hardasa deyə bilmərik 99% ancaq negativ düşüncələrdir. Düzdür, negativ düşüncələr az da olsa saxlayırıq biz özümüzə. Yəni o demək deyil ki, hamını təmizlə getsin. Yox. Real olan negativ düşüncələr, hansılar ki, sənə hal-hazırda aşkar, çox güclü stres yaşatmır, onları saxlayırıq. Yəni sözüm odur ki, siz o təmizliyi necə edə bilərsiniz? Müxtəlif bunun yolları çoxdur. Yəni siz necə, gəlin əsas bunu deyim ki, insan nə bilir ki, panik ataklar ona diaqnozu qoyuldu, nə bilim OKP-dirsə, hər hansıdırsa da təşviş pozuntusu, nevroz, düzdürmü? Elə gəlir ki, biz necə gözünə bir dağ kimi görsənir. Mən bununla nə edəcəm, nə edeyim, nətər eləyim. Hələ bu diaqnoz özü onu hələ belə panikaya salır, elə bilin ki. Halbuki, inanın, insan nə qədər mürəkkəb qurulubsa, bir o qədər də bəsitdir. Sadəcə burada davamlı olaraq, günbəgün, saat-saat, günün içində daim siz bunun üçün bəzi şeylər etməli olacaqsınız ki, qurtulasınız. Bildiniz necə? Yəni bu bir müddət, indi kiməsə 2 ay, kiməsə 3 ay, kiməsə tutalım 4 ay. Yəni siz necə tam möhkəm, daxili dayaq möhkəm olacaq, özdəyər hələ bir yerinə gələcək, özgüvən, təşvişiniz azalacaq. Yəni normal olacaq da, təşviş hamımızda var, amma dərəcəsi aşırı olduqda bir pozuntu əmələ gəlir. Yəni baxın, sizin əlinizdədir də, həqiqi mənada sizin. Yəni mən bir psixoloq olaraq əslində kim müraciət edirsə, lap 2 dəqiqəlik zəng edibsə belə bir insan nəsə soruşmağa, tutalım, düzdürmü? Məsələn, deyir, heç cür mənim gəlməyə imkanım yoxdur, konsultasiya olsun, seanslar olsun, fərq yoxdur. İndi imkanı olan gəlir, keçir də, olmayan insan da istəyir, sən ona elə bir şeylər deyəsən ki, sən yararlı olsun onun üçün. Və inanın, başa düşürsən ki, bu insan hələ mən indi ona nə dedimsə, onları da indi ya istifadə edəcək, hansısa dərəcədə, ola bilər də heç etməyəcək. Düzdürmü? Ola bilər ona elə gələcək ki, ay nə mənası var, yox. Ona elə gələcək ki, yox, bunları eləməklə mən necə düzələ bilərəm? İnanmayacaq. Bildiniz necə? Birinci, ilk o inanmamaq var. Tutalım, oturub yazmağa, bu mənə nə verəcək? Yürüyüş, bu mənə nə verəcək? Meditasiya, bu mənə nə verəcək? Negativ düşüncələrin üzərində çalışmaq, onları hələ bir yazıb vərəqdə görmək, onları sonra oxumaq, sonra onları dəyişdirib daha real, daha dəstəkləyici formada olan düşüncələrə çevirmək. Başa düşürsünüz, burada variantlar çoxdur. Qısacası, insanın belə deyim də, yəni burada nə edirik biz? Biz seçirik. Əsas odur ki, yəni çox önəmli olan burada məqam odur ki, siz görəndə ki, çox narahatsınız, çox təşvişlisiniz, çox həyəcanlısınız, gərginsiniz. Bir o anda lap tutalım, düşüncələrinizlə bağlı indi heç nə eləmək, hal-hazırda çox təşvişli, çox gərgin olanda
okey, o moment yox. Düşüncələriniz üzərində işləməyiniz sonra, biraz sonra. Yəni düşüncələr görəndə ki, çox gərginsiniz, çox narahatsınız. Burada fiziki biraz hansısa bir hərəkət etmək, düzdürmü, daha yaxşı olar. Məsəl üçün sadə, bəsit olan bir şey, gedib insan tutalım əl üzünü yuyur. Biraz çoxlu. İndi kimə ilıq su daha xoş gəlirsə, hal-hazırda o durumda. Kim biraz daha isti su, kim soyuq su. Hansı su o moment sizə xoş gəlirsə, onunla biraz uzun əl üzünüzü yuyun. Qollarınızı dirsəklərə qədər, lap boynunuzun arxasını, boynunuzu, üzünüzü. Yəni ki, tam o su ilə əlaqə insanın sinir sisteminə bir xeyli o moment müsbət təsir göstərəcək. Baxın, gedib həmən əl üzünüzü yumaq, tutalım, lap vanna qəbul etmək, duş qəbul etmək, tutalım, nəfəs məşqi etmək o anda, nəfəs meditasiyası etmək, biraz yürüyüş etmək, lap evdə hansısa bir işi gücü durub, şkafın hansısa polkalarını tutalım, yığıb yığışdırmaq. Yəni, o moment hansısa bir aktivlik, bədənlə bağlı olan bir şey etmək, bədəni, yəni burada psixoloji olaraq da sən bir başqa duruma keçirsən, yəni sən özünü bir durumdan başqa bir duruma keçirdirsən, artıq sən sinir sisteminə bu müsbət təsir göstərməyə başlayır. Gəlin belə deyim də, deməli siz görəndə ki, halınız bax bütün dəyişdiniz, bütün bax indi gərginsiniz. Bir dənə o anda fikir vermək ki, mən hal-hazırda nə düşünürəm? Mənim düşüncələrim hal-hazırda nə ilə bağlıdır? Hər nə ilə bağlıdırsa, tutalım, narahatsız ki, mənim tutalım evladım bu il universitetə daxil olacaq və yaxud mənim evladım bu il əskər gedəcək və yaxud mənim tutalım özümün iş yerini dəyişdirmək istəyirəm. Fərqi yoxdur. Tutalım, yoldaşınızın xasiyyəti çox tündürsə, pisdirsə, ay bugün yenə axşam evə aqressiv gələcək. Sizin qorxunuz, təşvişiniz nə ilə bağlıdırsa, o düşüncəyə nəzər salırsınız və o düşüncə ilə bağlı özünüzə dəstəkləyici bir şeylər deyirsiniz. Tutalım, oğlum, qızım universitetə daxil olmalıdır bu il. Siz əgər təşvişli insansınızsa, təşvişli insan düşüncələrinin içində nə olacaq? Ay, birdən az bal yığsa, birdən girə bilməsə, ay biabır olacaq, ay o qədər biz müəllimlərə pul tökdük, elədik, bəs hamısı heç olacaq, gedəcək. Yəni bu cür düşünəndə təbii olaraq adamın təşvişi yəni azdan çoxa qalxacaqdır. 5 idisi olacaq, 500 düzdür. Yoldaşım bugün evə çox aqressiv gələcək, yenə mən bildirəm onun xasiyyətini, nə bilim, işləri son vaxtlar yaxşı getmir, belədir, elədir. Tutalım, siz o moment nə düşünə bilərsiniz? Bunun yerinə, ay gələcək, haykü salacaq, qışqıracaq, ay bütün qanımız qaralacaq, düzdürmü? Yəni ki, onun yerinə belə düşünməkdənsə, deyə bilərsiniz ki, okey, o ola bilər aqressiv gəlsin, o ola bilər belə çox qanı qara gəlsin. Deyirəm ki, ona, gəl danış, nə baş verib, nə oldu, nədir sənin ürəyini sıxan? Yavaş-yavaş, sakitcə desəm, mən sənə daha yaxşı başa düşərəm. O sənin özünə də belə daha xeyirdir, bizə də daha elə xeyirdir. Və yaxud siz o gəlməmişdən öncə elə bir şeylər hazırlaya bilərsiniz ki, tutalım da belə bir piroqlar var ki, tutalım onların içinə darçın qatırsan. Darçının iyidir, nə bilim, hilin iyidir, yəni sitrus meyvələrinin iyidir. Belə elə təamlar, elə meyvələr var ki, onların iyi belə artıq adama xoş gəlir. Tutalım, onun sevdiyi bir yemək varsa, xoşladığı, artıq hələ qapıya yaxınlaşmamışdan öncə o yeməyin iyini hiss edib, o haradasa onun hələ sinir sisteminə qəşəng gələ bilər. Tutalım. Düzdürmü? Yəni ki, fikirləşməyin ki, ay gələcək, aləm deyəcək bir-birinə. O moment ən gözəl fikirləşin, nə eləyə bilərəm ki, özümün də könlünü xoş edim, onun da könlünü xoş edim. Həm də o qışqırsa, bağırsa, mən onunla bərabər bir yerdə mən də dava etməyəcəyəm, mən də qışqırmayacağam. Mən sadəcə onu dinləyə bilərəm. Sonra deyərəm ki, gəl sən sakitləşəndən sonra biz oturub danışaq. O insan qucaqlamağı sevirsə, qucaqlayın, dayanın, deyin ki,
nə bilim, uşağınız kimi, evladınız kimi qucaqlayıb, hə, nə oldu, necə oldu, nə təhər oldu, niyə əsəbisən, nə baş verdi, eybi yox, keçəcək, yəni ki, düzələcək, mən sənə inanıram, sən hər şeyi bacarırsan, sən o qədər sən nələr çözməmisən ki, sən necə məsələləri yoluna qoymamısan ki, buna mı ürəyin sıxılır, əşya alınar, alınmaz, canın sağ olsun. Kimi, yəni ki, dəstəkləyici nələr deyə bilərsiniz. İndi görsəz ki, susmaq daha yaxşıdır, bilirsiniz, indi yoldaşınızın xasiyyətinə bələdsiniz. Hə, sussam daha yaxşıdır, dəstəkləsəm o moment daha yaxşıdır. Bir maraqlı kiçik də olsa bir süfrə açsam da hamı yaxşıdır. Bildiniz necə? Yəni